Sualda deyilir, şəkildəki dövrədə mənbənin potensiallar fərqi 120 voltdur. Buna görə voltmetrin göstərdiyi qiymət neçə volt olar? Deməli, bura 120-dir. Burada 0-dır ki, potensiallar fərqi bizə 120 volt verib. Onda burada 120 olacaq. Həmçinin burada, həmçinin burada. Və bura 0 olacaq. Burada 0 olar, burada 0 olar. Xatırlasaq, U bərabər kübel C-dir. U C ilə tərs mütənasib asılıdır. Onda əgər bunun gərginliyinə biz U desək, tutumu 3 dəfə az olub deyə gərginliyi 3 dəfə çox olar, 3U olar. İndi 120-ni bölməliyik 3U ilə U-nun arasında. 4U bərabər olar 120-yə, U da bərabər olar 30-a. Onda mən bura 30 vur 3, 90 yazacağım. Və burada gərginlik 90 olacaq. Burada da 120-dən 90 çıxanda bunun da gərginliyi 30 olacaq. Eyni qayda ilə aşağıda da əgər buna U desək, buna da 4U deməliyik. U üstə gəl 4U bərabər 120 olmalıdır. U da bərabər olacaq 24. Deməli, bura 24 olacaq. Voltmetrdə 90 ilə 24-ün arasında yerləşir. Potensiallar fərqini ölçür. 90-dan da 24-ə çıxacağım, olacaq 66. Artıq blok imtahanına cəmi 4 ay qalıb. 4 ay müddətində proqramı bitirmisiniz və təkrar etmək istəyirsinizsə, sizin üçün onlayn qruplarım mövcuddur.